Əslində görüşlə bağlı ciddi tədbirlər görülürdü. Əslində mətbuatda, informasiyada, təbliğatda var idi. Yəni Peter Siyarto ən azından Vaşinqtona gedəndə də bu şəkildə şərh olundu. Amma eyni zamanda biz Peskovun dilindən də hələ ki birgə komissiya yaradılmayıb, işə düşməyib görüşlə bağlı, amma formalaşdırılır deyə bir fikir eşitmişdik. Yəni ciddi Rusiya tərəfdən və ABŞ tərəfdən, bəli, digər tərəflərdə, xüsusilə Macarıstan tərəfindən bu proseslər var idi. Eyni zamanda Polşa və yaxud da Pribaltika Respublikaları bizim üzərimizdən keçərsə təhlükəsizliyinə təminat vermirik deyə fikirlər səsləndirirlər. Təhdidlər əməlli başlı səsləndirilirdi. Ciddi təhdidlər var idi. Əlbəttə, təhlükəsizliklə bağlı çox ciddi məsələlər var idi. Eyni zamanda biz Kaya Kallasın yanaşmasını eşitdik ki, bu yaxşı yanaşma deyil, bu yaxşı addım deyil. Avropa məkanında həbsi ilə bağlı qərar çıxarılmış, cinayətdə ittiham olunan bir şəxsin Avropa məkanında ABŞ prezidenti ilə görüşünün keçirilməsi əslində ABŞ prezidentinə qarşı açıq şəkildə mövqe ortaya qoya bilmirdilər. Amma bu yanaşmanı da sərgilləyirdilər ki, indiyə qədər bizim apardığımız mübarizəni sən kölgə altına almış olursan. Bunun əslində bizim mübarizəmizin mənasız olduğunu bir daha nümayiş elətdirirsən. Biz indiyə qədər Rusiyaya qarşı, onun liderinə qarşı çox açıq şəkildə mübarizə aparırıq. Hətta sizin də qeyd etdiyiniz kimi 19-cu düzdür. Avropada, eləcə də ABŞ-nin özündə, Rusiyada bu kifayət qədər gülünclə qarşılanır artıq bu sanksiya siyasətləri. Amma 19-cu sanksiya paketdə qəbul olundu. Ciddi bir sanksiya paketi olmasa belə, hər halda bir sanksiya paketi olaraq qəbul edildi. Biz belə bir mübarizə apardığımız dövlət və onun liderini sən Avropa məkanında qəbul edirsən və bərabər hüquqlu tərəf kimi onunla çıxış edirsən, hətta müzakirəsi aparılan, taleyi müzakirə olunan tərəfi belə dəvət etmədən, yəni Ukrayna liderinin iştirakı olmadan, təbii ki, bu məsələlər özünün təsirini göstərdi. Digər tərəfdən Çınarə xanım, bilirsiniz, mən bunu hər zaman deyirəm, xüsusilə Rusiya prezidenti ilə telefon danışıqları və ya görüşdən sonra ABŞ prezidentinin fikirlərində nə qədər ciddi dəyişikliklərin baş verdiyini hamımız, bütün dünya ictimaiyyəti görür. Bu bir daha Putinin nə qədər böyük siyasətçi, diplomat olduğunu, daha doğrusu manipulyator olduğunu, Trump'ın rəyini, təsəvvürlərini, baxışlarını ciddi şəkildə təsir etmək bacarığına sahib olduğunu bir daha nümayiş elətdirir. Və məhz Ağ Evdə Ukrayna lideri ilə keçiriləcək görüşdən bir gün öncə Vladimir Putinin təşəbbüsü ilə, düzdür, bəzi məlumatlarda ABŞ-nin təşəbbüsü ilə bu telefon danışığının olduğu bildirilir. Amma hesab edirəm ki, o digər mənbələrin informasiyaları daha dəqiqliyə daha yaxındır. Çünki Rusiya tərəfi özü maraqlı olmalıydı, maraqlıdır ki, görüş öncəsi Trumpla danışılsın və Trumpın mövqeyi dəyişilsin. O tomahawklarla bağlı məsələlər müzakirəyə çıxarılmamış həmin o görüş öncəsi telefon danışığı oldu və biz Trumpın fikrinin, mövqeyinin nə qədər dəyişdiyini görürük. İndi də Anar bəy, önəmli məqama toxunursunuz. Digər istiqamətə fokuslanmazdan öncə hesab edirsiniz ki, Donald Trumpın bu raketlərlə bağlı fikrinin dəyişməsi birbaşa həmin o telefon zəngi ilə əlaqədardır. Tam olaraq onun üzərindən dəyişdi demək olmaz. Amma təbii ki, onun da rolu kifayət qədərdir. ABŞ tərəfi çox yaxşı anlayır ki, belə ciddi silah növünün Rusiya, yəni qanadlı raketlərin, çox uzaq mənzilli balistik raketlərin verilməsi, yəni bəzi modifikasiyalarda 2500-2600 kilometrə qədər uçuş imkanları var və çox ciddi partlayıcı daşımaq imkanları var. Daha ciddi ağır nəticələr törədə biləcək bir partlayıcılar deməli baş verə bilər bu raketlərdən istifadə olunması və bu təbii ki, Rusiya tərəfindən eləcə də ABŞ-də hesab olunur ki, ABŞ-nin proseslərə açıq şəkildə müdaxiləsi kimi, tərəfə çevrilməsi kimi qiymətləndirilə bilər. Bunu eskalasiya kimi də qiymətləndirirdilər, yeni bir eskalasiya mərhələsi kimi və bunlar təbii ki, ABŞ üçün çəkilinici amillər idi. Amma eyni zamanda hesab edirəm ki, burada həm də Trumpla Putin arasında aparılan telefon danışıqları zamanı Putinin ortaya qoyduğu mövqe, onu inandırma cəhdlərinin də müəyyən rolu vardır. Çünki bugün aparılan təbliğatın, Rusiya təbliğatının, onu da sizə qeyd edeyim ki, yalnız Rusiya məkanında həyata keçirilmir bu. Elə Avropa məkanında, ABŞ-də də açıq şəkildə bunu ayrı-ayrı Avropa siyasi liderləri açıq şəkildə dilə gətirirlər. Rutte də səsləndirdi ki, aparılan təbliğatın nəticəsində sanki Rusiya sülhə hazırdır, amma Ukrayna və onun arxasında dayanan Qərb sülh prosesinə mane olmağa çalışır. Təsəvvürləri, bəli, hesab edirəm ki, ABC-nin prezidentinin mövqeyinin dəyişikliyində müəyyən rol oynadı. Digər tərəfdən, mən bir məsələni qeyd etmək istəyirəm. Son, bayaq o fikrimi tamamlamaq istəyirəm.
son günlər ABŞ-nin ABŞ prezidentinin məsləhətçilərinin verdiyi, digər kənar siyasətçilərin verdiyi rəylər hesab edirəm ki, bu görüşün ləğv edilməsində mühüm rol oynadı. Çünki Rusiya prezidenti ilə telefon danışıqları və ya görüşdən sonra ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı təsəvvürləri demək olar ki, ciddi dəyişikliyə məruz qalır. Ondan sonra müəyyən bir müddət ərzində prezidentin müşavirləri, məsləhətçiləri, əsr reallıqları ABŞ prezidentinə yenidən çatdırmağa cəhd etdikdən sonra ABŞ prezidentinin sərt davranışlarını müşahidə edirik. Hesab edirəm ki, bu son görüşlərdən də, eləcə də Rutte ilə keçirilən görüşdən sonra da belə bir açıqlamanın verilməsində bax, bu amilin rolu var.